Değerli izləyicilər, bəzən bizə sual verilir ki, tiroid əməliyyatından, yəni zor əməliyyatdan sonra xəstədə, yəni əməliyyat yerində nə cür iz qalır, o haqda istərdim məlumat verilmişsə. Yəni bu bilavasitə xəstənin dərisinin həssaslığına bağlıdır. Bəzi xəstələr olur ki, yəni əməliyyat edilirsə heç bir iz qalmır, amma bəzi xəstələrdə isə yəni dəri həssas olduğundan bu zaman keloid toxumaya meyilli olduğundan keloid çapığa və iz qala bilər. Və burada biz yəni əməliyyatdan bir həftə sonra, yəni sap söküldükdən sonra xüsusi, yəni kosmetik gellər vardır ki, o gellərdən istifadə edir ki, yaranın izini itməsi üçün və bu pasientdə də eynən biz həmən geldən istifadə etdik. Sizdə Skarex istifadə olunmuşdu da? Hə, Skarex əməliyyatdan sonra, bir həftə sonra başladınız çəkməyə. Nə qədər müddət istifadə edədiniz? 2 ay daimi istifadə elədim. İndi də hərdən birdən vururam. Yaranın yeri də bilinmir sizdə? Yox, yaxşıdır, heç nə yoxdur, çox sağ olun. Oradan əməliyyat olunub, həqiqətən bilinmir. Mən də bir kompleks eləyirdim, amma şükür heç nə qalmır. Heç baxan bilməz ki, sizdə əməliyyat olunub. Yaxşıdır, şükür, Yəni çox sağ olun. bu dediyim kimi, əsas dərinin bilavasitə həssaslığından çox şey asılıdır. Çünki bütün prosedurlar zamanı, əməliyyatdan sonra yara tikilən zaman biz xüsusi proplen saplar var, yəni incə saplar var, onlarla tikirik və bəzi hallarda isə tikmirik, yapışdırırıq. Bu da bilavasitə dərinin elastikliyinə bağlıdır. Bəzən dəri elastikliyi az olanda o zaman yapışdırırıq, amma elastikliyi çoxdursa o zaman biz xüsusi proplen saplar tikirik və bu da pasient hazır belə bir nümunəmizdir. Sizdə tikilmişdir, sizdə proplen sapla iz buradır. İncə belə bir iz görsənir. Oldu. Allah kömək olsun. Sağ ol.